halları ilə bağlı sizin üçün belə bir dənə testlər hazırlamışdım. Bu testlərin izahını verəcəm. Onda sizə daha aydın, daha rahat olacaq. Baxın, burada yazıb ki, altına xətt çəkilmiş sözlərdən hansı təsirli kağıda işlənmişdir. İndi biz bunu müəyyən eləməliyik. Sual verəcəyik bu məqamda. Baxın, misi gümüşə çevirmək olmaz. Nəyi? Misi. Bax, gördünüz? Təsir yağının sualına cavab verir. Deməli, elə budur. İsimdir. Təsir yağının sualına cavab verir. Onun saçları qızılı rəngə çalır. Bayaqlar bənövşəyi sözü nümunə göstərmişdim. İndi qızılı sözünə baxaq. Qızıl ismindən qızılı, deməli, sifəti yarandı. Sonra deyəsən qardaş bacısı gəlib. Onun qardaş bacısı şəklində. Baxın, onun sözünü əlavə eləmək olur. Deməli, onun qardaş bacısı deyəndə nə baş verir? Bu mənsubə şəkilsiymiş. Olmaya uşağı korluq çəkir. Baxın, indi mən bunun mənsubə şəkilçili söz olmadığını necə biləcəm? Onunu artırmaqla. Onun uşağı. Görürsünüz? Fərqləndirdim. Kitabı çoxdan çap olunub. Onun kitabı demək olar, onun kitabı. Gördüyünüz kimi, buradakı ı da mənsubiyyət imiş. Bu qədər bəsitdir, yəni. Mənsubiyyəti müəyyən eləmək üçün yer kağıdı şəkilçili hər hansı bir isim və ya əvəzi artıra bilərsiniz. Hansı cümlədə qeyri-müəyyən təsir kağıdı olan isim işlənmişdir? Gəlin baxaq. Döyüş vaxtı cəsarət əsas şərtdir. Baxın, döyüş vaxtı qeyri-müəyyən yeri kağıdı. Ondan sonra mənsubə şəkilsi qəbul etmiş söz gəldi. Təsiri kağıda, qeyri-müəyyən təsiri kağıda belə bir xüsusiyyət yox idi. Bu feildən daha çox asılıdır, onun yanında olur. Göyün üzü, baxın, göyün üzü. Müəyyən yeri kağıdı. Ün, üzüdəki mənsubiyyətdir. Deməli, bunlar olmayacaq. Məhsul yığılanda görüşərik. Yığılanda özü feildir. Feili bağlamadır. Feil dərsinə keçəcəyik. Anda, əndə şəkilçisi. Məhsul yığılanda. Məsələn, məhsul yığıldı deyək. Bu məhsul nə yığıldı? Məhsul. Adı qaldaymış. Görürsünüz, nə sualına cavab verir. Yəni, andanı atıb yanına, yerinə dını qoya bilərsiniz. Bu şəkildə müəyyənləşdirmək olur. Kitab yazmaq çətin və əziyyətli işdir. Yazmaq özü feildir. Maqmək şəkilçisi, məstərdir. Kitabı yazmaq. Baxın, o kitabı yazmaq, bu kitabı yazmaq, həmin kitabı yazmaq. Gördünüz, şəkilsi bərpa oldu. Digərlərində belə bir xüsusiyyət yoxdur. Bir dənə bu qeyri-müəyyən təsir kağıdı aiddir. Hirsi çoxdan soyulmuşdur. Onun hirsi demək olur. Görürsünüzmü? Deməli, buradakı onun sözünü mən bura artırıram və bilirəm ki, şəxs əvəzliklərindəki əvəzliklərində mənsubə şəkilsi olmaz. Və bu onundakı un yeri kağıda aiddir. Hirsidəki mənsubiyyət olacaq. İkinci tərəfdə qaldı. Sonra digər bir testimizə baxaq. Yeri kağıda olan söz hansı cümlədədir? Gəlin baxaq. Əlində körpəni oynadır qarı. Kimi? Körpəni. Göstərir uzanan dilsiz yolları. Nəyi göstərir? Yolları. Yer kağıda deyil. Onun sualına cavab vermədi. Qapıya gələni əliboş qaytarmazdır. Kimi? Qapıya gələni. Təsiri kağıdadır. Böyük bir dəstə bayrağın önündən keçdi. Bayrağın önü. Buradakı ın deməli, yeri kağıdın şəkilsidir. Önündəki üdəki mənsubə şəkilsidir. Baxın, elə bu olacaq. Müəyyən yeri kağıdadır. Kitabı həmişə özünə dost bil. Nəyi? Nəyi kitabı? Təsiri kağıdadır. Kitabın evdə qalıb. Geri qayıtmalı olacaqsan. Sənin kitabın demək olurmu? Olur. Deməli, buradakı ın mənsubiyyət imiş. Sonra, hansı cümlədə xəstə sözü adıq haldadır? Baxaq. Xəstənin vəziyyəti yaxşılaşdı. Xəstənin vəziyyəti. Baxın, bu mənsubə şəkilçili sözdür. İkinci tərəfdə qalıb. Buradakı da ki, ismi artırılmış, yer kağıdlı şəkilçidir. Bu adı qaldı deyil. Baş həkimin xəstəsi əməliyyat edildi. Bayaq qeyd etdim ki, adı qala. Deməli, mənsubə şəkilçisini artırmaq olar. Həqiqətən də bu in nədir? Yer kağıda aiddir. Həkimin sözü yer kağıdadır. Amma xəstəsi sözü adı haldadır. Gördüyünüz kimi mənsubə şəkilçisi var. Adı halda mənsubə şəkilçisi ola bilər. O palatada xəstə görmədim. Nə etdim? Görmədim. Baxın, indi mən bunu bərpa edirəm. O palatada o xəstəni görmədim. Bu xəstəni görmədim. Həmin, şübhələndim o sözdən, əlavə edirəm. Həmin xəstəni görmədim. Və yaxud da sual verirəm. Nə etdim? Görmədi. Nə etdi? Görmədi.
görmədi. Kimi görmədi? Xəstəni. Normalda bu xəstə insana aiddir. Amma qeyri-müəyyən təsdiqlanan bir dənə sualı var. Nə? Nə etdi? Görmədi. Nə? Xəstə. Bu şəkildə cavab verir. Amma bunlarla bərpa edə bilirəm. Müəyyən təsdiqlanan sualını verə bilirəm. Bu şəkildə müəyyən edirəm ki, bu adlı halda deyilmiş. Xəstə ağrıdan şikayət edirdi. Kim? Kim? Bax, adı qalan sualına cavab verdi. Xəstəni müayinə etdilər. Kimi? Təsdiq aldı. Gördüyünüz kimi cavab olacaq B variantı. Sonra, hansı cümlələrdə təsdiq aldı olan isim var? Baxaq. Divarı nəm çürüdər, insana qəm. Nəyi? Divarı. Müəyyən təsdiq aldı. Dərdi var, dərmanı da var. Xəstəliyin dərdi, xəstəliyin dərmanı şəklində. Onun dərdi, onun dərmanı. Deməli, buradakı mənsubiyyət imiş, getdi. Cavanlıqda daş daşı, qocalıqda ye aşı. Nə et? Daşı. Nə? Daş. Cavanlıqda o daşı, bu daşı, həmin daşı daşı. Gördünüz? Əlavə elədim, bərpa elədim. Qocalıqda nəyi ye? Aşı ye. Müəyyən təsdiq halda, qeyri-müəyyən təsdiq halda bu oldu. Azacıq aşım, ağrımaz başım. Hə, mənim başım, mənim aşım bu şəklində də yoxdur burada. Dostu dar gündə sınayarlar. Deməli, kimi dostu müəyyən təsdiq haldadır. Gücü çatan işdən yapışardı. Gücü çatan nədən işdən çıxışlı qaldadır. Burada təsdiq halı aid hər hansı bir söz yoxdur. Gördüyünüz kimi mənə kömək elədi, o kömək elədi, bu kömək elədi, həmin kömək elədi. Ondan sonra yerin dəyişmək də kömək elədi. Məsələn, burada bir dənə söz var idi. Orada məsələn, onun yerini dəyişmək olardı. O xəstəni, baxın, bura artıraram, bircə saniyə, baxın. Deyirəm ki, o xəstəni palatada görmədi. Və gördünüz, bərpa elədim. Yəni, qeyri-müəyyən təsdiq halda bu şəkildə müəyyən edəcəksiniz. Elə də çətin deyil. Yerin dəyişin, o, bu, həmin təyin edicilərdən istifadə edin, işarə vəzirlərini istifadə edin. Sonra şəkilçini bərpa edin. Bu şəkildə tapılır. Gördüyünüz kimi çox rahatdır. Və təsdiq halının öz sualına cavab verəcək. Kimin, nəyi, haranın sualına cavab verə bilər. Bugünlük bu qədər. Ümid edirəm ki, dərs sizə aydın oldu. Sağ olun.